Mən Molla Almazzadə Hacı Hacıxan Rızvanoğlu, Şamaxı rayon mərkəzi xəstəxanasında lord cərrah işləyirəm. Eyni zamanda Bakı İslam Universitetinin məzunuyam. Şəriət müəllimi, qazı, axund ixtisaslarına yiyələnmişəm. Cənab Prezident İlham Əliyev cənabları, sizin ali cənablığınızı, insanpərvərliyinizi, zəhmətkeşliyinizi bütün Azərbaycan vətəndaşlarının qəlbində, nəinki Azərbaycan, bütün sülhsevər, imanlı, damarında insan qanaxan insanların qəlbində heykəl qoyduğunuza görə, bütün Azərbaycanı yerdən qurduğunuza görə, torpaqlarımızı erməni işğalçılardan azad etdiyinizə görə sizə çox böyük rəğbət bəsləyirik. Sizə böyük hörmət bəsləyirik. Siz, o bir Şeyx Nizaminin belə bir söz var, deyir, yarasa sevmirsə nurlu günəşi, günəşin əksilməz bundan ateşi. Yarasa kör olduğu üçün günəşi bəyənmir. Ancaq bu günəşin qüsuru deyil, bu yarasanın şikəsi idi. Sizi sevməyən insanın da aqibəti elə bir zəlil şikəs heyvanın aqibətinə bənzər. Siz Azərbaycan xalqını ayağa qaldırdınız. Hər yanda alın açıq, üzə ağ dayanırıq. 30 il, 32 ildən artıq əzab içində olan bir milləti ağla gəlilməz bir möcüzə oldu ki, siz bizi erməni işğalçılarından azad edirsiniz torpaqlarımızı. Bu günləri qaçqınlar torpaqlarına qaydırdı. Bunu bilməmək naqissi idi. Bunu bilməmək heç o adam canlı da deyil. Ona görə mən sizə müraciət edirəm. Dünyadakı sizin nüfuzunuzu görürəm mən. Mən vallahi bir dəfə gördüm efirdə, Amerikanın prezidenti Trump sizə nə böyük hörmətlə, sayğı ilə yanaşır. Ondan cavan da olsanız siz ağsaqqal bilir. Erdoğan cənablarına qarşı mən onun elə bir böyük hörmətin gördüm. Zahiri mən belə gördüm, batini Allah bilir. Dünyada tanınmış bir lidersiniz. Yeganə lidersiniz ki, deyirsiniz ki, mən xalqımın bir sayılı xidmətçisiyəm, nökəriyəm. Bunu yer kürəsində bir Həzrəti Əli Əleyhisselam deyibdi. Ondan sonra siz onu demişsiniz. Mən bu günləri Ramazan ayıdır, müqəddəs Ramazan ayıdır. Qan axır, yer kürəsində qan axır. Müsəlmanların, insanların, uşaqlar yetim qalır, gəlinlər dul qalır. Atalar, analar bivariz qalır. Yer üzündə Ramazan ayında qan axır. Mən sizin böyüklüyünüzü, sizin insanpərvərliyinizi, sülhsevərliyinizi gözəl bilirəm. Mənim heç bir təmənnam yoxdur. Ömrü 66 yaşım var. Artıq dünyamı, həyatımı başa vurmaq üzrəyəm. Mənim heç bir təmənnam yoxdur demək. Ancaq bir insan kimi narahatam. Bu günləri yer kürəsində, xüsusən müsəlmanlar qan axıdır. Mən sizdən əlim hara çatır mənim? Mən ancaq sizə müraciət edə bilərəm. Bir də sizin qardaşınız, Azərbaycan xalqı Heydər Əliyev cənabları dedi ki, biz iki devlət, bir millətik. Həqiqətən bizim bu elə bir sözdür ki, mən İstanbulda olanda həmişə, onda yoldaşlar soruşur, hardansan? Dedim, iki devlət, bir millət. Heydər Əliyev, Azərbaycan. Yəni, dünya artıq Heydər Əliyevin bu sözün əzbər bilir. Biz o millətən qardaşıq. Sizin ittifaqınız, mən elə gəlir ki, bu axan qanı dayandırar. İlham Əliyev cənabları, bütün xalq, bütün dövlətlər, hamısı xalqla sizin birliyiniz kimi birlik deyil. Azərbaycanda xalq İlham Əliyevdir. İlham Əliyev xalqdır. Ancaq bunu bütün ölkələrə şamil eyləmək olmaz. İran dövlətinin rəhbərinin vaxtı ilə bizə göstərdiyi biganəliyi mən də bilirəm. Biz erməni ilə dosta üçdür, düşmən də üçdür. Öz dostun dostundur. Dostuğun dostu dostundur. Düşmənin düşməni dostundur. Düşmən də üçdür. Öz düşmənin dostu, dostuğun düşməni. Vaxtı ilə rəhbərlik, İran rəhbərliyi bizim düşmənimizlə dost mövqedə idi. Biz demirdik ki, bizə kömək eləsin, ancaq düşmənimizlə dostludur. Bunu biz də bilir, bütün Azərbaycan vətəndaşları bilir. Ancaq o addım siz kimi ali bir insanı elə bir hala sala bilməz. O Həzrəti Əli Əleyhisselam deyirlər ki, sizə bir nəfər pislik eləsə, nə inərsən? Dedi, yaxşılıq elərim. Yenə dedi, sonra yenə pislik eləsə, yenə yaxşılıq. Yenə pislik eləsə, Həzrəti Əli Əleyhisselam buyurdu ki, o murdar pisliyinin əl çəkmirsə, mən gözəl yaxşılığımla niyə əl çəkim ki?
Bu günləri 40 milyon Azəri türkü var İranda. 40 milyon dinimizdən, canımızdan, qanımızdan olan Azərlər var. Və Farslar var. Onlar da insandır. Onlar da müsəlmandır. Onlar da bizim qardaşımızdır. Bu günləri orada qan axır. Mən elə fikirləşdim ki, nəinki orada, Ərəb ölkələrində, ora raket atılır, nə bilim, nələr olur orada, bütün hamı onu gözəl bilir. Müsəlman qan axır. Müsəlman və insan qan axır. Müsəlmanlığı qoyuram bir qırağa. İnsan qan axır. Biz də bir insan kimi buna reaksiya verməliyik. Mən çox narahatam. Müqəddəs Ramazan ayıdır. Əgər bu günləri ona bir reaksiya verməsəm, mənim o qıldığım namazın, tutduğum orucu mənə bir xeyir olmaz. Yeganə bir yol keçdim ki, mən İlham Əliyev cənablarına müraciət edeyim. Erdoğan cənablarına müraciət edeyim. Çünki bu dövrün Həzrət Əlisi sizsiniz. Həzrət Öməri sizsiniz. Bu günləri millət, dünya sizə arxalanır. Siz Azərbaycanı dünyada tanıtdınız qələbənizlə. Böyük qüvvə sahibisiniz. Deyir, o dağın böyüklüyün kənardan baxan bilər. Siz böyük qüvvə sahibisiniz, İlham Əliyev cənabları. Allah Teala sizə böyük bir qüvvə, qüdrət, savad, təfəkkür, uzaq görənlik veribdir. İranda 40 milyon Azərbaycanlı var. 40 milyon Azəri türkü var. Üstəlik Farslar var orada. Onlar da müsəlmandır, insandır. Nə bilim, Səudiyyə Ərəbistanında, Yəməndə, atan raketlərdən hər halda ölənlər də olur da. Müsəlman aləmində bugün qan axır. Sizdən bir xahişim odur ki, bir ağsaqqal kimi, bir ziyalı kimi. Bu mən tək deyiləm. Mən bütün Şamaxı, Şirvan bölgəsinin ziyalılarının, ağsaqqallarının xahişi müraciətini çatdırıram. Bu işdə qəlblərdə heykəl qoymusunuz. Bu işdə bir yardımcı olsanız o xalqa, o millətə, hər halda siz Allah bəyənər sizin həyatınız ki, bəyənibdir. O bir nəfər əgər pis addım atıbsa, müsəlmana layiq olmayan addım atıbsa, o sizi, bizləri gözəl yolumuzdan azdırmaz. O bir mahnı var, deyir ki, sən xəyanət etdin, sən məni atdın, sən mənə pislik elədin, mən səni sevdim, qorudum, gözlədim, sən onu bacardın, mən də bunu bacardım. O rəhbərlər, Allah dünyalı rəhmət eləsin, dünyasını dəyişənlər də var, qalanlar da var. Hər halda onlar öz işlərini apardılar. Siz xeyirxah insansınız. Alicənablıq, əl tutmaq, kara gəlmək sizin irsiyyətinizədir. Mümkünsə Erdoğan liderimizlə, qardaşımızla, bir ağsaqqalımızla birləşib İranda axan bu qana imkan verməyin. Çünki sizin əliniz çatar ora. Siz kömək eləyə bilərsiniz. Siz hər şeyə qadirsiniz. Allah sizi qorusun. Sizə uzun ömür, can sağlığı, Ramazan ayının zülmətinə, ailənizə, balalarınıza, nəvələrinizə və Erdoğan cənablarının ailəsinə Allah Teala'dan salamətçilik, sağlamlıq arzulayıram. Allah sizi qorusun. İmkan verməyin ki, bu Ramazan ayında müsəlmanın, insanın gözündən qəm yaşaksın. Allah sizi qorusun.